Son günlər gündüz saatlarında temperaturun kəskin yüksəlməsi və isti hava dalğalarının təsiri ilə insanların kütləvi xəstələnməsi müşahidə olunur. İsti havanın əsas riskləri arasında susuzlaşma, istilik zədələnməsi və ürək-damar problemləri ön plana çıxır. Tibb eksperti Şəhvələt Məmmədov Demokrat Azı açıqlamasında bildirib ki, mövsümə uyğun olmayan hava şəraiti adaptasiya olunmamış orqanizm üçün ciddi risk yarada bilər. Xüsusilə risk qrupuna daxil olan şəxslər 65 yaşdan yuxarı və ya xroniki xəstəliyi olan insanlar təhlükə altındadır. Hər hansı xroniki xəstəliyin kəskinləşməsi, eləcə də 5 yaşa qədər uşaqların sağlamlığının pozulması ehtimalı mövcuddur. Temperaturun kəskin yüksəlməsi xüsusilə fevral ayında əlavə risk yaradır. Ekspert qeyd edib ki, həssas qrupların qorunması üçün əsas tədbirlər bol maye qəbulu, çay və su kimi qoruyucu vasitələrdən istifadə, virus infeksiyalarından qorunma və ümumi gigiyena qaydalarına riayət etməkdir. Hazırda fevral ayında qrip və digər reseptor xəstəliklərin yayılması müşahidə olunur. Dövlət profilaktik məqsədlə qrip əleyhinə vaksinləri təmin edib və 5 yaşa qədər uşaqlar, həmçinin 65 yaşdan yuxarı şəxslər bu vaksinlərdən istifadə edə bilərlər, deyə o qeyd edib. Qeyd edək ki, isti hava şəraitində risk qruplarının sağlamlığına xüsusi diqqət yetirmələri, qoruyucu tədbirlər gündəlik rejimin hər bir hissəsi ola bilər.